Dəyərli şagirdlər, şagirdim Kənanlar riyaziyyat suallarını həll edirik birgə, artıq 3-cü gündə. İndi isə gəlin bugünkü mövzumuza baxaq. Qalıqlı bölməyə aid bir sualdır. Kənan bunu sizə izahını göstərməyə çalışacaq. İzləməyə davam edək. 4 rəqəmlərlə də 2 rəqəmlərlə də bölmə əməlində natamam qismət A və qalıq B olarsa, AB hasilini tapın. X y 0,4 bölünsün X y bərabərdir A, qalıqda isə B olduğunu deyişəm. Bu 4 rəqəmlərlədir. Mən bu şəkildə faiz salaya bilərəm. X y 0,0 plus 4. Bunu da x y-ə böldükdə natamam qismətdə 100, qalıqda isə 4 alınacaq. Və buradan da məlum olur ki, qalıq 4, natamam qismət isə 100-dür. Bizdən də bunların hasilini istəyir. A vurulsun B bərabərdir 400-ə. Siz də bizim dərslərimizə qatılmaq istəyirsinizsə, videonun aşağısındakı 050 776 49 44 nömrəsinə yaza bilərsiniz. Təşəkkür edirik.